Salam dostlar, axşamınız xeyir olsun. Deməli, əsas hər kəs demək olar ki, yazır ki, qardaş, niyə Azərbaycanda işləmsən, Azərbaycanı niyə qoydun, getdin və s. və ilə. Yəni, mən əslində Azərbaycanı qoydum, getdim deyil. İş çıxdı Özbəkistanda, daha yaxşı, daha maraqlı və getdim ora. Amma belə baxanda, yəni sözün əsl mənasında Azərbaycanda işləmək olmur. Yəni həqiqəti demək olmur. Belə deyim ki, həqiqət belə o qədər yalanın içində seçilə bilmir. Məsələn, deyək ki, bir müddət var idi, hər kəs, alim, müəllim, şagird, tələbə, əkinçi, hamı karbamidi tərifləyirdi. Hansı ki, bir adam içindən çıxıb deməli idi ki, ay bala, bu karbamid yaxşı gübrədir, əla gübrədir, amma bunun içində filan zərərləri var. Bunun biyurəsi nə deməkdir? Bu biyurəni karbamidi hansı mövsümdə istifadə etmək lazımdır? Niyə hansı mövsümdə istifadə etmək lazımdır? Biyurənin hansı zərərləri olur? Həmin zərərləri hansı mövsümdə aradan qaldırmaq mümkündür? Ən azından minimum endirmək mümkündür. Və s. və ilaxır. Bir dənə yəni alim olsun, bir dənə agronom olsun, bir dənə əkinçi olsun, bu mövzuda danışmır. Niyə? Çünki hamının pulu verilir, hamı ucdan tutmaq, ancaq tərifləmək üçün çıxır efirə. Yəni, aidiyyatı olmayan adamlar belə, mövzuya aidiyyatı yoxdur adamların. Onlar belə çıxıb karbamidi tərifləyir. Yəni, sən karbamid qanan deyilsən, sənin ixtisasın buna imkan vermir, sən karbamid haqqında bir cümlə söz deyəsən, amma durub işini gücünü atıb, karbamidi tərifləyən kifayət qədər insanlar var idi. Və eyni zamanda da olsun apaliqo. Yəni, ucdan tutma, hamı durub apaliqoanı tərifləyir. Niyə? Çünki Azərbaycanda həqiqəti demək üçün, həqiqəti demək çətindir. Yəni, konkret olaraq pulu alırsan, nə istəyirsən danış. Məsələn, deyək ki, hər hansı bir axmaq bir dənə preparatı qoyun bazara, hamının pulunu verim, hamı ucdan tutma müəllimi, şagirdi, tələbəsi, əkinçisi, hamısı, professoru, aidiyyatı olan, olmayan insanları otuzdurum həmin preparatı tərifləməyə. Yəni, bu şəkildədir Azərbaycan. Azərbaycanda ona görə işləmək çətindir. Durub, tutaq ki, mən durub çıxış elədim ki, ay cəmaat, apaliqo belədir, elədir, istifadə eləyin, ancaq məcbur olduğu hallarda və s. və ilaxır. Nə olacaq? Apaliqoanı satan oğlanla, apaliqoanı tərifləyən onlarla insanla düşmən olacaq. Qoyduq bir kənara. Durub karbamiddən mən danışdım tutaq ki. Həqiqəti deyirəm də, yəni bundan ötürü şükür Allaha internet var, bir şey var. Biyurə nədir? Neçə faiz olmalıdır karbamidin tərkibində? Biyurənin hansı zərərləri var təsərrüfatda? Biyurənin zərərlərini aradan necə qaldırmaq olar? Karbamidin, keyfiyyətli karbamid nə deməkdir? Yaxşı karbamidlə pis karbamidin fərqi nədədir? Yəni, biyurənin neçə faiz olmalıdır karbamidin tərkibində və s. və ilaxır. Bu mövzularda tutaq ki, danışdım. Tutaq ki, danışdım, danışmıram. Hamısı yaxşıdır, əladır, bombadır, basın geçsin. Tutaq ki, danışdım. Nə qazanıram? Karbamidin bazarından pul qazanan insanları özümə düşmən qazanıram. Amma mənim onların karbamid satmağına mane olmaq kimi bir niyyətim də yoxdur, bir həvəsim də yoxdur ona. Çünki Azərbaycanda ən yaxşı bir şəkildə ən ucuz azot qaynağıdır. Niyə də onu pisləyəm ki? Yəni, əlbəttə bunu hamı istifadə eləməlidir, daha yaxşıdır, obrisindən daha ucuz başa gəlir fermerə, daha yaxşıdır. Amma bir şeyin zərərlərini açıqlamaq hər kəsin borcudur, hər kəsin yox, yəni qananın borcudur. Ya qanmayıb bunu açıqlaya bilmirlər, ya da kimləri sözünə düşmən eləmək istəmirlər. Yəni, mən demirəm ki, karbamidin tərkibində biyurə olmalıdır, elə. Yəni, biyurəli karbamid, dünyanın 90% ilə biyurəli karbamidlərdir. Amma bu biyurənin konkret olaraq zərərləri nədir? Bunu bir agronom mu deyim, bir ziyalı mı deyim, bir ağıllı professor mu deyim, çıxıb açıqlama verməlidir də. Yəni, ay cəmaat, bu biyurə deyəndə nə nəzərdə tutulur və bunun təsərrüfata hansı zərərlər olur, hansı toksik problemlər yaradır bitkiyə və bunu bu mövsümlərdə istifadə edəndə daha ciddi zərərlər olur. Bu mövsümdə istifadə edəndə isə daha az zərərlər olur.
Avropada oxudu gəldi, Avropada təcrübə gördü gəldi, nə bilim Amerikada oxudu gəldi, Yaponiyada oxudu gəldi. Bir fayda vermirsə bu cəmiyyətə, niyə deyirəm kim harda oxudu? Yəni bunu oxuyubsan biraz da yaxşı. Ən azından gəl fermer üçün maraqlı olan suallara cavab ver də. Yəni sən gəl ginən karbamid ver, ay nə bilim apaliqua ver, ay nə bilim nağıl danışılan fermerə. Bunu zaten Luboy heç bir yerdə təhsili olmayan, satmaq bacarığı olan Luboy insan bunu bacarır da. Yəni sənin konkret olaraq hansısa bir zəhmət çəkməyə ehtiyac yoxdur axı. Yəni demək istədiyim, fermerə faydalı olmaq istəyən adam, niyyəti fermerə faydalı olmaq istəyən adam daima da hər cümləsinin bu başında da o başında da faydalı olmaq istəyirəm cümləsini quran insanlar birinci dərəcəli. Yəni niyyətinin şeyini qoymalıdır ortaya. Nə deyirlər ona? Maddi sübutunu qoymalıdır ortaya. Sən hansı zərərlərindən, hansı gübrənin hansı zərərlərindən var? Elə bir gübrə yoxdur ki, onun zərərli tərəfi olmasın. Hansı gübrənin indiyə qədər sən zərərli tərəfindən danışırsan? Sən deyəndə kimsə özünə götürməsin. Hər kəsə aiddir. Agrokimyaçı, özünə nə bilim agronom deyən, hərdən bir TikToka çıxıb hətərən-pətərən danışan məni kimi. Hər kəsə aiddir sözüm. Hansı zərərlərindən danışdınız, hansı gübrənin? İndiyə qədər hansı gübrənin hansı zərərlərindən danışdınız? Yəni mən də onu eləyə bilərəm də, mən də dərman istehsalçısıyam. Mən də çıxardıb cəmaata hərəsinin cibinə 100 manat, 100 manat qoya getsəm, axmaq bir dənə dərmanı qoyaram bazara, bir də baxarsın, sübut eləyə bilərəm bunu faktik. 10 min, 15 min ayıraram cibimdən, axmaq bir dənə dərmanı təriflətdirərəm hamıya, bir ilin içində onun satış həcmini də qaldıraram milyona. Yəni demək istədiyim bu deyil də, fermerə faydalı olmaq bu deyil. Fermerə faydalı olmaq ayrı bir mövzudur. Mən müəlliməm, mən professoram, mən filan yerdə təhsil aldım, filan yerdə filan təcrübə gördüm, gəldim, zırt pırt eləyəndə gəlib fermerə nəysə satmaq yox, satdığımın faydasını və zərərlərini izah eləmək lazımdır. Tərəfsiz. Allah hamının bağına ona görə Azərbaycanda işləmək istəmirəm. Yəni Azərbaycanda işləmək istəməməyim başdan alınmadı. Yəni Özbəkistanda yaxşı iş alındı, getdim orada istehsalımı da genişləndirdim və nəticədə Azərbaycanda işləməmək kimi bir şey yarandı. Dönə-dönə də hamı sual verir ki, müəllim, Azərbaycanı niyə qoydun getdin? Mənim Azərbaycan mənim vətənimdir, hara qoyub gedirəm? Sadəcə Azərbaycanı mən kənardan da olsa izləyirəm, baxıram ki, vəziyyət heç də ürək açan deyil. Yəni hər kəs bir dənə axmaq məhsulu qoyur ortaya, bilir. Onlarla satıcı da ancaq qumatın üstündə bazarını qurub. Biri Saxalinski qumat satır, Allah canını sağ eləsin, çox gözəl də qumatdır. Biri içinə qumatı töküb, üstünə yazır, nə bilim ağzına gələn, nə bilim harvest belə getdi, nağıl belə getdi, filan belə getdi. Hamısı qumatdır. 50 paket 50'si de qumatdır, amma hərə bir cür ad qoyub üstünə. Biri içinə biraz qatıq tökür, deyir qatıqlı qumatdır. Biri biraz nə bilim şor tökür, deyir bu şorlu qumatdır. Biri mikroelementdən bir qaşıq atır içinə, deyir bu mikroelementlik. Qumat satır da, bu yekunda qumat satır. Yəni konkret olaraq bu şəkildə məsələn 5 manatlıq məhsul, birini 30 manat, bir qaşıq mikroelement 100 litrə əlavə eləyirlər. 5 manatlıq məhsulu 25 manata satırlar. Bu şəkildə, yəni Azərbaycanda məhsul bazarı bu dəqiqə bu vəziyyətdədir. Yəni konkret olaraq bu vəziyyətdədir. Bu günləri fermerə lazım olan o deyil. Bu günləri fermerə lazım olan hansı zərər vericilərlə mən necə mübarizə aparmalıyam, hansı xəstəliklərlə necə mübarizə aparmalıyam, hansı mövsümdə hansı xəstəliklər məni gözləyir, mən onu görməyim, onun zərərlərini yaşamayım, hansı tədbirləri görüm, bu mövzuda paylaşımlar eləmək lazımdır. Yoxsa bir dənə gübrənin və yaxud bir dənə preparatın dalına düşüb elə zırt onu tərifləməklə fermerə faydalı olmaq sayılmır. Kənardan zaten görsənir ki, bu fermerə faydalı olmaq niyyəti deyil. Belə, gecəniz xeyrə qalsın.